Vətəndaşlarımız demir, öz məsələlərimizdən danışaq. Lap gözəl, öz məsələmizdən danışaq. İkinci bir sual verək. Baxın, biz dövlət büdcəsindən pul ala bilmirik. O vətəndaşlardan soruşuram. Baboşa atdıqları, nə bilim o yarı çılpaq qadınlara, nə bilim kimlərə atdıqları o hədiyyədən gətirib 1 manat hansı partiya, Ağ partiya, digər hansı partiya 1 manat iyanə veriblər? Ki, sən bunu danışmaq üçün Tural, bir benzin tök maşınına ki, Laf TV-yə getməyə pulun olsun ki, ged orada bizim dərdimizlə 1 manat hansı partiya dəstək veriblər? Hansı partiyanın gəlib deyiblər ki, bəy, bu plakatı mənim üzüm düşməsin, amma qıraqda daldan tutum, 10-cu sıradan tutum. Yəni, qardaş, müxalifət xalqa dayanıb güclü olar. Müxalifət xalqa istinad eləyər. Sən bizə, get vuruş, mən vuruşuq, Molla Nəsrəddinin söhbəti olur. Bizim yerimizə də danışın. Danışaq ya, amma sən də üzərinə düşəni elə də. Sən də üzərinə düşəni, mən sənin yerinə danışım, bütün nazirlərlə düşmən olum, hansı ki olmuşam. Sonra sən mənim toyuma çağırma ki, Tural nazirlərlə düşməndi, mən də nazirlikdə işləyirəm. Bu necə olacaq? Bu kişilikdə deyil. Düzdür, o nazirlə, sən bax, nazir heç görməmişsən. 15 il nazirlikdə işləyir, naziri görməyib. Nazirlə mən düşmənəm, amma mənim onunla dost olmaq daha çoxdur. Mən buna görə nazirlə düşmənəm, deyil, bağışladı, mən səni toyuma çağıram. Kamera, mən də başıma gəlib. O kamera çəkənləri xahiş edirlər ki, bizim stolda çox çəkmə oranı vermə, filan eləmə. Yəni, olub, gəlib ki, məsələn, bəyin atası gəlib ki, Tural bəy, çıxış eləməyəcəksə də, yəni eləməzsə də, burada bəzi qonaqlarımız var, zat filan. Dedim, o qardaş, mən çıxış eləmək üçün canım getmir. Mən yaxşı, sual verərlər. Bax, o adi bir məmuriyyətdə işləyir də sənin evladın. Mən o məmurun rəisindən niyə düşmən olmuşam? Mənim Salih Babayevlə nə alış-verişim? Mən vallahi sosial müdafiəyə müraciət eləməmişəm. İndiyə qədər bir problem olmayıb onunla bağlı. Mal almam, mənə heç nə eləməyib adam. Heç bir mənim yolum kəsişməyib adamla. Heç arada bir dəfə o pandemiyada işsizliyə müraciət eləmişdik ki, o sosial yardım, onu da səhər verdilər, günortalar verədilər. Üstündən bir ay keçdi, yenə səhər verdilər, günortalar verədilər. Yəni Salih Babayevlə mən kimə görə düşmən olmuşam? Anam xüsusi pensiya, belə deyil, yaş pensiyasını alır, xüsusi bir imtiyazı filan beşmikən yox ki, mən deyim, şəxsi düşmənçiliyim var. Emin Əmrullayevlə mənim nə düşmənçiliyim ola bilər? Mən təhsil sistemində bir xalam işləyirdi, onu da bir 10 il, 15 il bundan qabaq qovdular, Emin Əmrullayevdən qabaq qovulub. Düzdür, mən Eminlə kimə görə düşmən olmuşam Emin Əmrullayevlə? Adi müəllimlərə görə, adi tələbələrə görə. İndi Emin Əmrullayev deyir, Tural kimdir ki, mən onunla çıxıb bizi biabır eləyir. Yəni, o məsələ də qulağımıza çatıb, gəlib. İnşallah, biz etikada var da, bu yaxınlarda bir icra başçısı bizim də adiyyatı qurumlara məlumat verdi. Bizim rayon təşkilatımızın sədri gedib, danışıb, belə problemlərdən danışıb nəsə. Deyib ki, biz də Ağ Partiyanın üzvü. Hansı o deyir, o xaricdən söyən də o deyir. Deyib, yox, Tural, Abbaslı, yanındakılar deyib, bəs bu filan partiya. Yox, deyir, o da odur, söyüş söyən var, orada deyir, o deyir. Deyir, ay müəllim, o deyir, mən tanımadım. Sən tanımadın, orada nə işin var sənin? Sən Azərbaycanın cəmi 25 partiyası var. O 25 partiyanın cəmi 5-6'sı ortadadır. Ortada olan onu da tanımırsan, sən kim tanıyırsan? Rihanna tanıyırsan, Jennifer Lopez tanıyırsan, PUBG-ni tanıyırsan, qoyacam adlarını. Adama deyəcək, sən məni tanımırsan, kimi tanıyacaqsan sən? O şeyləri tanıyırsan, trend yoldakı markaları, trendləri tanıyırsan. Yəni, sən məni tanımalısan da, çünki sənin işin mənəm. Sən öz rayonunda fəaliyyət göstərən partiyaları tanımırsansa, sən sabah orada terror təşkilatını nətər tanıyacaqsan? Düzdür ya, yox. Sən sabah orada gələn casusları nətər tanıyacaqsan? Sən öz rəhbərlik elədiyin rayonundan xəbərin yoxsa, sən orada nə işin var? Hansı rayondur? Bu Ağdaşda biri var, cavan oğlan deyil, bilməm kimdir. İcra var, cavan uşaqlar deyil, 82, papan gül balaları. Papan gül balaları. Sən Azərbaycan siyasətində xəbərin yoxsa, sən nə işin var orada? Mən cəhbəni sevərəm, sevmərəm, müsavatı sevərəm, sevmərəm, kimsə sevərəm, amma mənim işim oldu. Siz mənə desəniz ki, bilirsiniz Tural bəy, məsəl üçün deyək də, nə bileyim, AXP sədri Pənah bəy belə deyib, mən desəm ki, o kimdir Pənah bəy? AXP nədir? Adama nə deyərlər? O bəzi jurnalistlər oldu, o vaxtı deyirdin ki, Arzu Səməd bəyli vardı, indi deputat jurnalistə deyir, zəng elə Arzu bəy, Arzu adı elə bir xanım deyir, Arzu xanım lazımdır. Yəni, qardaş, sən bu, yəni, bax, bu məsələlər, sənin işin budur adam. Mən demirəm, mənim şəklimi böyüt as orada, məsələn, aktyor deyim, Brad Pitt deyim, get Brad Pittin yarıçılpaq şəklini qoy otağından as, sözün bilərsən. Amma qardaş, sən məni tanıma, məni heç tanımağın da, sən, yəni, Azərbaycandan xəbəri yoxdur sənin onda.
Ya bu məsələlər birisi biz danışmalıyıq, amma xalqdan da bizim bəklentimiz var, gözləntimiz var. Nə dəstək verməlidirlər. Girsən, nə danışırsan çıxırlar, şərh yazırlar ki, bu da belə, qardaş, küstürün hamını, geçsin otursun evində, görüm sizin söhbət kim danışır, kim eləyəcək. Yəni mən demirəm, amma biz hərənin üzərinə düşən iş var. Müəllimin üzərinə düşən iş öyrətməkdir. Şagirdin üzərinə düşən iş öyrənməkdir. Məsəl üçün deyək. İndi siyasətçinin üzərinə düşən iş var, vətəndaşın üzərinə düşən iş var, məmurun üzərinə düşən iş var. Nəticədə dövlət inkişaf eləməlidir. Bunların biri iştirak eləməyəcəksə, biz qapını döyürük ki, qardaş, Tural bəy tanıyıram, eşq olsun, dəstəkləyirəm, like də eləyirəm. Bu like eləməkdir, bizə elə deyirlər ki, elə bir ki, məsəl üçün bizə bir pul verir də like eləyəndə. Mən sən like eləyirəm, unutma. Deyəm, Allah razı olsun. Nə niyətləyiz, Allah qəbul edir. Mən orada nədən danışıram? Sənin problemindən danışıram. Baxın, qapısını da elə salam bəs Tural bəy tanıyırıq, hörmətimiz böyükdür, Allah razı olsun, çox sevirik, perspektiv var, gəncdir. Bir dənə buraya imza verin də, biz namizədliyini verir Tural bəy. Yox, mənim oğlum, özü də işləmir. Bir də göz verir, mənim qızımın qayını filan yerdə işləyir, ona görə sən mən imza verənməliyəm. Qardaş, yaxşı, bu Tural bəy niyə özünü ortalığa qoyur? Yaxşı, onda biz bu cəmiyyətlə nə edəcəyik? Biz bu cəmiyyəti izah eləməliyik, bu cəmiyyəti öz istiqamətimizi